Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına təxminən 3 saat davam edən müsahibə verdi və bu müsahibədə istər regional, istərsə də beynəlxalq gündəmdə vacib və mühüm məsələlərə dair açıqlamalar oldu. Mən ilkin olaraq bildirmək istəyirəm ki, Azərbaycan Prezidenti Azərbaycan-Ermənistan münasibətlərindən danışdı və 2025-ci ildə bu istiqamətdə əldə olunan nailiyyətlərdən danışdı və bildirdi ki, artıq Ermənistan-Azərbaycan müharibəsinə məhz 2025-ci ildə siyasi nöqteyi nəzərdən artıq son qoyulub. İndiki məqamda Azərbaycan xalqı sülh şəraitində yaşayır. Son bir neçə aydır daha yüksək istiqamətdə gedir bu proses. Xüsusilə də Vaşinqton razılaşmasından sonra avqustun 8-də Ağ Evdə keçirilən görüşdən sonra və Azərbaycan Prezidenti bildirdi ki, Azərbaycanın döyüş meydanında əldə etdiyi parlaq qələbəyə siyasi müstəvidə və dünyanın bir nömrəli ofisində məhz orada mühür vuruldu. Avqustun 8-dən gedir söhbət. İndiki məqamda isə Azərbaycan xalqı məhz sülh şəraitində yaşamağı deməli, öyrənir. Bu, Azərbaycan üçün yeni mərhələdir və bundan sonra da Azərbaycan sülh şəraitində yaşayacaq, deyib Azərbaycan Prezidenti. Təbii ki, beynəlxalq gündəm, beynəlxalq hüquq, beynəlxalq nizam, dünya nizamı da vacib olan məsələlərdən biridir. Azərbaycan Prezidenti bu məsələyə də toxundu və bildirdi ki, hazırda dünyada beynəlxalq hüquq deyilən məsələ artıq yoxdur. Güc var, tərəfdaşlıq var, əməkdaşlıq var və müttəfiqlik məsələləri var. Bu da səbəbsiz deyil, çünki biz son aylarda, illərdə dünyada nələrin baş verdiyinin şahidi olmuşuq, hazırda da oluruq. Güc kimdədirsə, məhz haqlı tərəf həmin tərəf hesab olunur. Bu xüsusda Prezident İlham Əliyev qeyd edib ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bu səbəbdən hər bir ölkə ilk növbədə öz təhlükəsizliyini və hərbi gücünü artırmalıdır. Azərbaycan Prezidenti eyni zamanda enerji məsələlərinə toxundu. Şübhəsiz bilirsiniz ki, son illərdə Azərbaycan istər Avropanın, istərsə də region ölkələrinin etibarlı enerji tərəfdaşıdır. Bu xüsusda Prezident İlham Əliyev qeyd elədi ki, Azərbaycan 14 ölkəyə boru kəməri vasitəsilə qaz ixrac eləyir və 2026-cı ildə bu ölkələrin sayı daha 2 artacaq və 16 ölkəyə çatdırılacaq. Məhz Azərbaycanın 16 ölkəyə qaz ixrac etməsi onun mövqeyini unikal eləyir. Ümumilikdə isə 25 milyard kubmetrdən çox qaz ixrac olunub 2025-ci ildə və artım potensialı hələ də qalmaqdadır. Təbii ki, Azərbaycan Prezidentinin bir sıra açıqlamaları oldu. Biz təbii ki, verilişimizdə hamısını təhlil eləyə bilmərik. Amma mən bir məqama diqqət çəkmək istəyirəm. Bir müddətdir ki, istər qərb mediasında, istər bir sıra medialarda Azərbaycan yaxın şərqdə sülh məramlı missiya ilə iştirak edəcəyi ilə bağlı məlumatlar dövr eləyirdi. Düzdür, biz Azərbaycan tərəfindən bununla bağlı rəsmi açıqlama görməmişdik indiyənə qədər, amma ötən gün Azərbaycan Prezidenti bu məsələyə münasibət bildirdi və mövzuya nöqtə qoydu, necə deyərlər, və bildirdi ki, indiki məqamda Azərbaycanın gündəliyində yaxın şərqdə hər hansısa hərbi missiya çərçivəsində iştirakla bağlı Azərbaycanın gündəliyində belə bir mövzu yoxdur və bu məsələ, rəsmi Bakının bu qərarı artıq dünyanın lazım olan paytaxtlarına diplomatik kanallar vasitəsilə artıq bu mesaj çatdırılıb. Mən davam eləyəcəm bu mövzunu, amma hazırda istəyirəm elə Azərbaycan Prezidentinin öz dilindən eşidək həmin sözləri. Каждый азербайджанский гражданин для нас ценен. Azərbaycanın hər bir vətəndaşı bizim üçün qiymətlidir. Biz kiminsə naminə Azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik. Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq. Heç kim bizi müdafiə etmirdi. O cümlədən Fələstinə bütün hörmətimə və dərdlərinə şərik olmağıma rəğmən. Axı, Fələstində bizi elə də müdafiə etmirdi. Bəli, İslam Əməkdaşlıq Təşkilatının hamının dəstəklədiyi qətnamələri var idi. Biz buna görə bütün ölkələrə minnətdarıq. Eyni ilə Azərbaycan da həm BMT-də, həm qoşulmama hərəkatında, həm də İslam Əməkdaşlıq Təşkilatında həmişə Fələstini və Fələstin dövlətinin yaradılmasını dəstəkləyib.
Azərbaycanda Fələstinin səfirliyi də fəaliyyət göstərir, həm də Azərbaycanın maliyyə yardımı sayəsində. Ona görə də mənim mövqeyim həmişə ondan ibarət olub ki, ərəb dövlətlərinin özləri həll etməlidir. Prezident İlham Əliyev yaxın şərqlə bağlı mümkün fəaliyyətlər məsələsində Birləşmiş Ştatların BMT-dəki səfirliyinin açıqlamasına da münasibət bildirib və Azərbaycan prezidenti qeyd edib ki, Azərbaycanın razılığı olmadan Birləşmiş Ştatlar tərəfinin bu kimi açıqlamaları və Azərbaycanla razılaşdırılmadan bu kimi səsləndirilən bəyanatlar həqiqətə uyğun deyil və rəsmi Bakı bu mövqeyi diplomatik kanallar vasitəsilə artıq rəsmi Vaşinqtona çatdırıb. Azərbaycan prezidentinin sözlərinə görə bu cür açıqlamalar ümumilikdə qəbul edilməzdi və beynəlxalq arenada çaşqınlıq, eyni zamanda yanlış təsəvvür yaradır. Prezident İlham Əliyev istisna etməyib ki, bu proses ümumiyyətlə hər hansısa üçüncü ölkənin prosesə cəlb edilməsi üçün, yəni belə bir bəyanat verilsin Birləşmiş Ştatların səfirliyi tərəfindən. Amma bununla belə İlham Əliyev bildirdi ki, ümumiyyətlə bu proses qəbul edilməzdi. Və indiki məqamda son məsələ ondan ibarətdir ki, rəsmi Bakı Birləşmiş Ştatlara bu məsələ ilə bağlı 20 sualdan ibarət rəsmi müraciət edib, rəsmi müraciət göndərib və bu məsələlərə aydınlıq gətirilməyincə Azərbaycanın hər hansısa hərbi missiyada, istər sülh məramlı, istərsə də başqa missiyalarda iştirakı hələ ki gündəmdə deyil. Bu fonda Ermənistanda daxili siyasi və dini qarşıdurma biraz da qızışır. Baş nazir Nikol Paşinyan 6 arxiyepiskop və 4 yepiskopdan ibarət Erməni Apostol Kilsəsinin rəhbərliyinin dəyişdirilməsinə dair yeni qanun layihəsini imzalayıb. Qanun layihəsinin əsas məqsədi hazırda deməli Erməni Katolikosunun vəzifədən kənarlaşdırılmasını özündə ehtiva eləyir və müvəqqəti rəhbərinin təyinini özündə ehtiva eləyir və kilsənin yeni nizamnamə ilə idarə olunmasını nəzərdə tutur. Bilirsiniz, son vaxtlar xüsusilə kilsə və Paşinyan arasında bir gərginlik var və bəzi analitiklərin bildirdiyinə görə bu addımla seçki qabağı Paşinyan daha bir rəqibini bir növ kənarlaşdırır, neytrallaşdırır siyasi arenadan. Siyasi arenadan danışdıq istəyirəm mən son günlər hökm sürən beynəlxalq gündəmə də diqqət yetirək. Bilirsiniz, Latın Amerikası gündəmdədir, son bir həftədir. Əslində bir həftə deyil, bir neçə aydır Birləşmiş Ştatlar və Venezuela arasında gərginliyi müşahidə eləyirik biz. Amma bir neçə gün bundan əvvəl pik nöqtəyə çatdı bu məsələ və Nikolas Maduro ələ keçirildi Birləşmiş Ştatların xüsusi təyinatlıları tərəfindən, bilirsiniz. Və ötən gün yanvarın 5-də New Yorkda Nikolas Maduronun məhkəməsinin ilkin raundu baş tutdu, belə deyə bilərik. Təxminən 30 dəqiqə dinləyiblər həm Nikolas Maduronu, həm onun həyat yoldaşı Silya Floresi New York məhkəməsində. Təbii ki, gözlənilən idi ki, Nikolas Maduro bütün ittihamları rədd eləsin və belə də oldu. Eyni zamanda Nikolas Maduro maraqlıdır ki, özünü məhkəmə zalında hərbi əsir kimi qələmə verdi və özünü belə adlandırdı və qeyd elədi ki, məhkəmə hakiminə onun hazırda müəyyən sağlamlıqla bağlı problemləri var və bu müstəvidə tibbi yardım istədi yaxın gələcəkdə. Onun həyat yoldaşını Silya Floresin vəkili də qeyd elədi ki, həyat yoldaşının da sağlamlıqla bağlı bəzi problemləri var. Nikolas Maduro eyni zamanda Venezuela konsulluğu vasitəsilə yardım da tələb etdi. Maraqlı məsələdir ki, məhkəmə Maduronun konsul işçiləri tərəfindən ziyarət edilməsinə razılıq verib və qeyd elədim mən 30 dəqiqə davam eləyib deməli Maduronun və onun həyat yoldaşının çıxışı məhkəmə zalında və qeyd olunub ki, növbəti artıq proses martın 17-sində yenidən məhkəmənin ikinci raundu, növbəti raundu keçiriləcək. Maduro məsələsi təbii ki, təkcə Latın Amerikasını, Venezuelanı, Birləşmiş Ştatları yox, eyni zamanda dünyanın digər nöqtələrini də narahat eləyir. Elə bu narahatlığı rəsmi Ankaradan biz gördümüşük bu günlər ərzində. Ötən gün isə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan qeyd elədi ki, bu məsələ Donald
Donald Trumpla telefon danışığı zamanı müzakirə olunub ətraflı şəkildə. Ümumiyyətlə, Ərdoğan bildirib ki, deməli, bu həssas məsələlərdən biridir, mövqeyimizi çatdırmışıq, Ərdoğan deyib və qeyd edib ki, Venezuelanın qeyri-sabitliyə sürüklənməsi qəbul edilməzdir. Digər tərəfdən Türkiyə prezidenti Nikolas Maduronu, eyni zamanda Venezuela xalqını Türkiyə millətinin dostu adlandırdı. Təbii ki, Türkiyə və Birləşmiş Ştatlar arasında müzakirə mövzusu təkcə Maduro məsələsi deyil, bir sıra digər mövzular var ki, müzakirə edilir ara-sıra Donald Trump və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan arasında. Onlardan biri Türkiyənin F-35 qırıcıları proqramında iştirakıdır. Ərdoğanın Bloomberg agentliyinə verdiyi müsahibədən biz bunu bilirik ki, sentyabr ayında Ağ Evdə keçirilən görüş zamanı Rəcəb Tayyip Ərdoğan şəxsən bu məsələni qaldırıb və bildirib ki, ümumiyyətlə istər NATO çərçivəsində təhlükəsizlik, istər Türkiyənin öz təhlükəsizliyi, istərsə də ikitərəfli əməkdaşlıq kontekstində Türkiyə bu prosesə yenidən deməli qayıtmalıdır və F-35-ləri əldə etməlidir. Bir sıra başqa mövzular da müzakirə olunub tərəflər arasında, xüsusilə Qəzzada vəziyyət müzakirə olunub və Türkiyə prezidenti qeyd edib ki, Türkiyə bu prosesə cəlb olunmadan yekun orada sülhün əldə edilməsi qeyri-mümkündür. Çünki Ərdoğanın sözlərinə görə Türkiyə həmin regionda olan ölkələrlə, xüsusilə Fələstinlə tarixi, deməli, siyasi əlaqələrə sahibdir və Türkiyə həmin regionda önəmli aktorlardan biridir. Bu xüsusda beynəlxalq sabitləşdirici qüvvələr əgər yaradılarsa yaxın gələcəkdə, Türkiyə bu prosesdə yaxından iştirak eləmək istəyir və ora öz qoşunlarını göndərmək istəyir. Təbii ki, sülh məramlı kontingent çərçivəsində. Təbii ki, İsrailin buna münasibəti də biraz düşündürür, maraqlı olar. Çünki mən İsrail və Türkiyə Fələstin mövzusunda çox da eyni fikirdə deyirlər, hətta əksinə əks fikirlərdədirlər. Görəsən İsrail buna razılıq verərmi ki, Türkiyənin hərbi kontingenti həmin ərazidə yerləşdirilsin? Bu çox maraqlıdır. Elə bu xüsusda Rəcəb Tayyip Ərdoğan bildirdi ki, hazırda İsraillə mövcud olan təhlükəsizlik və diplomatik kanalları da nəzərə alaraq bu açıqlamanı verib. Amma təbii ki, bu prosesin ləngiməsi həm də qeyd etdiyiniz kimi İsrail məsələsi ilə bağlıdır. Donald Trumpdan qısa olaraq mən danışdım və qeyd eləmək istəyirəm ki, Donald Trumpın bir açıqlaması olub, dünyanın bir digər böyük ölkəsi Hindistanla bağlı, hansı ki, rezonans doğurdu və Amerika prezidenti qeyd elədi ki, Hindistan əsasən ticarətlə məşğul olur və əgər Rusiyadan Hindistan yaxın gələcəkdə neft alışını dayandırmasa, bilirsiniz, Rusiya neftini böyük həcmdə alan ölkələrdən biri də həm də Hindistandır, biri Çindir, biri Hindistandır və bu kontekstdə əgər bu alış dayandırılmasa yaxın gələcəkdə rəsmi Vaşinqton kifayət qədər yüksək rəqəmlərlə yeni tariflər tətbiq eləyəcək Hindistana qarşı. Bu da Donald Trumpın deməli bildirdiyinə görə Hindistana çox böyük təsir eləyəcək. Elə tariflərdən danışdım. Donald Trump bir digər açıqlamasında bildirib ki, son deməli aylar ərzində dünya ölkələrinə tətbiq olunan tariflər sayəsində Birləşmiş Ştatlar büdcəsinə nə az nə çox düz 600 milyard dollar məbləğində vəsait əldə edilib və bu proses davamlı olacaq. Donald Trumpın bildirdiyinə görə məhz bu məqamlar nəzərə alaraq Birləşmiş Ştatlar öz gücünü geri qaytarır. Ara-sıra biz görürük ki, əvvəlki rəhbərliyə Joe Bidenə qarşı ittihamlar səsləndirib. Joe Biden dövründə hesab eləyir ki, Birləşmiş Ştatlar öz nüfuzunu itirib. İndi isə Donald Trump hesab eləyir ki, Birləşmiş Ştatların nüfuzunu geri qaytarır məhz bu yollarla. Son vaxtlar biz eyni zamanda Donald Trumpdan Qrenlandiyaya bağlı iddiaların səsləndirdiyini görürük. Donald Trump bildirir ki, Qrenlandiya təhlükəsizlik baxımından, təhlükəsizlik nöqteyi nəzərindən Birləşmiş Ştatlar üçün çox vacibdir. Bu səbəbdən Avropa ölkələri narahatlığını ifadə edirlər. Kolumbiya ilə də, Venezueladan sonra Kolumbiya haqqında da belə gərginlik yaşadılar. Kolumbiya hökumətinin başçısının da açıqlamaları oldu, hətta o da yüksək tonundan belə deyə çıxışlar eləyirdi. Sırf Qrenlandiya məsələsində Avropa ölkələri də artıq narahatlıqlarını ifadə ediblər. Hətta qeyd eləmək istəyirəm ki, Polşanın baş naziri Donald Tusk bildirib ki, əgər
Birləşmiş Ştatların bu siyasəti davam etsə və gələcəkdə ilhaq etsə Birləşmiş Ştatlar Qrenlandiyanı, ümumiyyətlə Avropa ölkələrinə nəinki rəqiblər, heç tərəfdaşlar da hörmət etməyəcək və Avropa İttifaqına, Avropa ölkələrinə ciddi yanaşmayacaqlar və bu da Avropa İttifaqının yaxın gələcəkdə parçalanmasına və ləğvinə gətirib çıxaracaq. Qrenlandiya ümumilikdə Danimarkaya məxsus olan bir adadır. Yəni bu ora getmək üçün Danimarkanın rəsmi icazəsi olmalıdır. Elə Qrenlandiyanın baş nazirinin də Əl Cəzirəyə verdiyi müsahibəsinə baxdım mən. Deyir ki, yəni Amerika Birləşmiş Ştatlarına, yəni Trampa bir mesaj göndərir ki, öz fantaziyalarından əl çəksin. Çünki artıq bu yeni bir məlumat deyil əslində. Tramp artıq hakimiyyətə gələndə Qrenlandiyaya bir qaramaq atmışdı, mesaj atmışdı ki, onu birləşdirsin. Çünki ərazi baxımından Amerika Birləşmiş Ştatlarına yaxındır Qrenlandiya ərazisi. Amma kifayət qədər böyükdür və öz müstəqilliyini də belə təbii ki, qorumağa da hazırdır. Bəli, Avropa İttifaqının mümkün dağılmasından, parçalanmasından danışdım. Donald Tuskla yanaşı Viktor Orban bu məsələdə daha biraz qəti mövqe sərgiləyib və ümumiyyətlə bildirib ki, Avropa İttifaqı parçalanmağa məhkumdur. Bu proses artıq başlayıb. Birdən-birə yox, amma tədricən bu proses baş verəcək. Məndən isə hələlik bu qədər, bu saatlıq, bugünlük bu qədər. Mən ümid edirəm ki, növbəti günlərdə də biz tamaşaçılarımıza daha ətraflı və dolğun məlumatları çatdıra biləcəyik. Hörmətli izləyicilər, indi isə qısa araya keçid edirik.